Salam əziz izləyicilərim. Bugün sizlərlə lülə kabab dadında çox ləzzətli bir yemək reseptini bölüşəcəm. Siz də mənim kimi bina evində yaşayırsınızsa, lülə kababı hazırlaya bilmirsinizsə, bu resepti mütləq hazırlamalısınız. Çünki çox ləzzətli, çox dadlı alınır. Mənim evimə gələn həm qonaqlarımın, həm də özümün çox xoşum gəldi. Bundan sonra bu formada tez-tez bişirəcəm. Sizlər üçün də fikir olsun istedim. Videonu bölüşmək istedim. Mənə lazım olan ərzaqlar 500 qram qiymə, 2-3 ədəd soğan, 200 qram quyruq yağı, qoyun quyruğu, 2-3 ədəd kartof, duz, isti ot, xemili, somili, biraz da mayonez qatıb yaxşıca qarışdırıram. Qarışdırandan sonra bir yumurta, biraz da suxarik yenə əlavə eləyib, yenə yaxşıca qarışdırıb 15-20 dəqiqə xaldənikdə gözlədirəm ki, özünü tutsun. Sonra isə pişirəcəyim tavaya yağlı kağız sərib əti tökürəm üstünə. Sonra isə əlimlə bu formada dördkünc bir şeylə istifadə eləyib düzəliş eləyirəm. Hər yerə bərabər hissəyə bölündükdən sonra belə kəsirəm ki, pişmək asan olsun. Həm də ki, çıxarmaq asan olur, həm də görünüş formadan çox qəşəng alınır. İnanın çox dadlı alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Kebab bişirə bilmirəm deyə fikirləşmənizə ehtiyac yoxdur. Bu elə kebab dadında möhtəşəm alınır. Videoma axıra kimi baxmışsınızsa, bəyənib, like eləyib, kanalıma abunə olub, mənə dəstək olmağı unutmayın. Sağ olun, hələlik.